vurğuladı ki, yəni birbaşa elə Səadət xanım özü də xidmət edir. Çünki Səadət xanım bugün gəncləri yetişdirir ki, hansı ki uğurla onlar sabahın uğurlu rəssamları olacaqlar, təhsillərini davam elətdirəcəklər və gözəl ali məktəblərə qəbul olacaqlar. Amma beləliklə bizim hər zaman tədbirlərimizin yaraşığı olan media nümayəndəmiz Xəbər Times portalına və İlqanət İlhanqızı buradadır. Təşəkkürlər. Hər birinizi xoş gördük. Bəli, gözəl bir gündə bizim tədbirimiz baş tutdu. Respublika günü. Əvvəla bütün Azərbaycan xalqıma Respublika günü münasibətilə ürəkdən təbrik edirəm və bugün burada mənim doğmalarım, əzizlərimdir. Səadət müəllimə də bərabər çalışdığım iki saylı Sumqayıt şəhər Bülbül adlı 2 saylı İncəsənət məktəbinin müəlliməsidir və bu uşaqlar da hər biri bizim məktəbimizin şagirdləridir. Onların uğurları hər birimizin uğurlarıdır. Uşaqlar, sənə arzu edərdim. Ancaq uğurlar və daima öndə irəlidə olmağı arzulayıram. Nə qədər ki qələmim var, saytım var, hər zaman da işıqlandırmağa sizə hazıram. Təşəkkür ederim. Səadət müəllimə. Mən Səadət müəlliməni çox istəyirəm. Niyə? Çünki çox zəhmətkeş, məhsuldar müəllimədir. Öz üzərində işləyən xalçası rəssamdır. Həmişə bu insanın işinə sadəcə olaraq heyranlıqla baxmışam. Və həmişə qibtə etmişəm ki, bu cür bir rəssamdır, həm də müəllimədir. Çox sağ olun Səadət müəllimə. Uğurlarınız davamlı olsun. Amin. Amin. Beləliklə